Bu videoyu çevirmədən diqqətlə izləyin. Vergilər Nazirliyi hara baxırsan bu qədər pul vergiden yayınaraq birbaşa kimlərsə cibinə gedir. Bunu edən sıravi vətəndaş olsaydı çoxdan həbs olunmuşdu. Nəsimi rayonu 3-cü mikrorayon dairəsində körpünün altında qeyri-qanuni parklanmaların aşması. Buna dair Azərbaycan Avtomobil Yolları İdarəsinə zəng etdim, bildirdilər ki, əvvəldən o parklanma sistemləri olubdu körpülərin altında, amma qanunsuzdur hal-hazırda. Yəni onu kim müdaxilə eləməlidir bəs? Onu bu dəqiqə o qurumlar arasında artıq danışıq gedir. O tam həllini tapmayıb. Yəni sadəcə o Bəs orada bu qurumlar arasında danışıq gedən vaxt itirilir axı. Yəni həmin anda körpü aşsa nə olacaq bəs? Bizə də müraciətlər olur. Bizə bildiriblər ki, vətəndaşlar agentliyə rəsmi qayda müraciət etsin. Çoxsaylı müraciətlər olduqda artıq bildirirlər ki, Həri baş polis idarəsinə yığdım, lakin onlar da mövzu ilə maraqlanmadıqlarını bildirdilər. Bu axtarışdan belə nəticəyə çatdım ki, bu qurumların hamısının bu qeyri-qanuni parklanmadan xəbəri var. Deməli, heç bir körpünün altında maşın saxlamaq olmaz, qəti qadağandır. Buna nəzarət edən Azərbaycan Avtomobil Yol İdarəsidir. Çünki orada bir hadisə baş versə, məsuliyyəti birbaşa onlar daşıyır. Buna oxşar bir video paylaşmışdım ki, orada bildirirəm ki, Şamaxınka ərazisində parklanmanı Vüqar Ağayev ləğv edir ki, taksi fəaliyyətlə məşğul olan şəxslər buna pul ödəsinlər və orada Vüqar Ağayevin icazəsi ilə dayanıb adam yığa bilərlər. Qanuni parklanmanı ləğv etdikdən sonra. Yine oxşar hal 3-cü mikrorayon dairəsində baş verir. Orada kimlər ki 3 manatdan pulunu ödəyir, taksi fəaliyyətlə məşğul olanlar 3 manatdan pulunu ödəyir, körpünün altında maşın saxlamağına icazə verilir polis əməkdaşları tərəfindən. Kimlər ki pulu ödəmir, oradan götürülüb, aparılır 19-cu polis bölməsinə, 80 manat cərimə yazılıb, sonra bıraxılır. Bunu təşkil edən də Nəsimi rayon baş polis idarəsi Vüqar Ağayevdir. Növbəti videoda isə kimlər ki Vüqar Ağayevlə əlbirdir, ki bu ərazilərdən pulu yığıb kiməsə çatdırır və o kimsə də kiməsə çatdırır və kimsə də Vüqar Ağayevə çatdırır. Və bunu təşkil etməkdə Vüqar Ağayevə kimlər dəstək olur, sonra kimlər Vüqar Ağayevlə əlbirdirlərsə, onların hamısının bir-bir görüntüləri, şəkilləri növbəti videomuzda veriləcək. İzləmədə qalın, reallıqlardan xəbərdar olun.